Xalq Cəbhəsi Partiyasının sədri barədə keçmiş deputat, Protest TV-nin rəhbəri, indi Real TV-də işləyən Etibar Hüseynov geniş çıxış edib. TikTok'da gördüm. Diqqətlə baxdım, qulaq assın. Hörmətli Etibar Hüseynov, siz Milli Məclisin sədri olanda, üzvü olanda fəaliyyətiniz bilinmirdi. Amma Əli Kərimli Milli Məclisin üzvü olanda, deputat olanda daim çıxış edirdi. Xalqın problemlərini qaldırırdı. Sonra Arzu Səmədbəyli və digərləri. Mən belə sizi faal görməmişəm. Sonra müqayisə edirsiniz meyxana deyənlərlə. Mən də onlara heyran qalmışam. Həyyəm gedəndə rəhmətə, mən maraq xatirinə gedirəm. 1.20 o yana, 1.20 bir yana, 2.40 yol pulu verəm. Orada adam xatirin istədiyi meyxana ustaların adam görür. Mən sevirəm meyxana ustalarını. Deyirsiniz ki, Rəşad Dağlı'nın məsələsində nə qədər adam gəlmişdi. Tofiq Yaqublu'nu tanıyırsınız, dünya tanıyır. Tofiq Yaqublu'nun məhkəməsinə Əli bəy gələndə Əli Kərimli. O dəqiqə 100'ə yaxın polis gəlirdi. Andolsun Allah, məndə yalan yoxdur. Hörmətli Etibar Hüseynov. Gəlirdi, imkan vermirdi. Orada o ağır cinayətlərdə üzbəyiz park var. Parkda qalmağa da qoymurdu. Deyirdi dağılışın. Amma Əli Kərimli gəlməyəndə gəlmirdilər məhkəməyə. İkincisi, hörmətli Etibar Hüseynov. O yağışlar yağdı ha. Onda birisi nə qədər adamı tutdular elimlərdə. Mən gec bildim, yoxsa geləcəkdim. Mən bir də baxdım, görüm Martin məhkəmə gecir. Demək, sonra TikTok'da görüm nə qədər adamları o yağışda, qarda, hava soğuk idi onda. Bakı Apellyasiya məhkəməsinə gedəndə elə elimlərin qabağında tutub basırdan maşinə. Gəlin həqiqəti danışaq. Etibar olmaz özün göstərən aşiqlərdə. Bildin idi. Sonra ay etibardır, könlündə bir olsa etibar olar. Siz əvvəl bir gəlin iştirak edin. Nə qədər müxalifətin məhkəmələrinə gəlin. Nərimanov məhkəməsinə gəlin, Nəsimin məhkəməsinə gəlin. Zəhmət olmasa müxbir sakın, müxbir. Sonra Bakı ağır cinayətlərə gəlin. Görün bizi nə qədər orada yuvadırlar yalanla. Sonra zəhmət olmasa siz gəlin. Bu şəhidləri ziyarət edəndə gəlin bizim başımıza nə oyun gətirirlər. Əli Kərimli Partiyasının səhərdən saxlayırlar axşam 5'ə kimi. Hava qaralanda biz ziyarət edirik. İnsan evladına belə zülüm edərlər. Sonra hörmətli Etibar bəy, əgər Əli Kərimli sevməsəydilər, en azından Xalq Cəbhəsinin bu dəqiqə 40'a yaxın üzvü həbsxanadadır. Ondan qabada yüzlərlə həbs olunub, yüzlərlə cəbhəçilər, neçəsi intihar edib, neçəsi həlak olub, həbsxanada ölübdür, şəhid olub da, şəhid deyilər onlara. Yəni ki, o cəsarət ki, Əli Kərimdə var, heç kimdə yoxdur. Bütün dünya mətbuatı, beynəlxalq təşkilatlar qalxdı ayağa. Azərbaycanda mən gözlədim, 200 gün gözlədim, görün bu müxalifət liderləri nə eləyəcək. Bir dənə İsa bəy səsini eşitdim onun. Onlar da nədəndir? Çünki bir dəqiqə ən güclü partiya, ən demokrat partiya Xalq Cəbhəsi ilə müsavatdır. Yəni qalanları hamısı hakimiyyət yönlü partiyadır. O Amzif'in sədri var, o Razi Nurullayev sənə. Allah o sənədən biraz vermir. Elmədin Cəfərova. O da deyib, baxmayaraq ki, mən müxalifət partiyasıyam. Lideriyəm, amma mən prezidenti həmişə dəstəkləyirəm. Azərbaycanda birisi də yaltaqlı başarı gedir. Aydındır. Vüqar Biləcərli'nin də əsası deyir ki, Vüqar sağ olanda ham gələdi, mənə dəyərdi. Ayaqlarım bu gündədir, aparı sormuşam. Heç kim gəlib axtarmır. Meyxana deyənlərə mənə xoşum gəlir. Onlar Ağa Kərim rəhmətə gedəndə də bütün millət oradaydı.
Onlar bu işte yaxşıdır. Bütün bak, ne halk artistleri. Azerbaycan'da meyhane diyenler kimi birbirinin üzülmesinde iştirak eden ikinci adam tanımıram. Onlar çok sadakatlidirler. O yere kimi dəfində de iştirak eder, ondan sonra Vüqar'ın atası belə deyir, ne bileyim valla. Hürmeti Etibar Bey, 5 dəqiqəli keçdi. İndi bakın, birincisi size Ali Kerimli kimi hürmetli olmak için gerek 200 yıl lazımdı. Ali Kerimli hiç kim yerişini yeriyemez. Onun ayakkabısını da böyle giyimi olar. O da giyebilseler ama onu kimi yeriyemezler. Aydın diye yok. 30 neçə ildir bu adamın interneti yoktu. Pasportu yoktu. Demek bu adam böyle hapishanede yatır, dede. Şimdi ben inanmazdım bu hapis sonuna, inanmazdım. Adamın interneti bir ülkesinden de dünyanı dağıtırdı. Ben pasportumu alıp 25. polis bölme. Varmışım, böyle zamanda harici pasport var. Özünde bir tane bir yanar baramağa su dökendi özüne. Sen hemen müracaat elədim. Dedim Real TV'nin muhbir işim yok. Böyle öz adınızdan sizden cevap gelmedi. Neydi ya, balacada okumuş kimi, ben sana üstü tuğub deyirəm yine, niye sen cevap vermeyirsen bana itibar. Sağ olun, objektif olun, objektif. İtibar, asıl jurnalistler içeridedir. Hapishanada hanım jurnalistler, onlardan danıştayım ha. Demek halkımız korkakdı diyeyim, bari köle halktı bu halk. Böyle halk dünyada ben görmemişim. Dünyada inik halkı diye vakti var diye. Demek Tarış halkına karşı böyle soykırım gelir. Diyeyim ha.